Bütün dünyanın İrandakı xalq etirazlarını və Amerika Birləşmiş Ştatları İran qarşıdurmasının gedişini izlədiyi bir vaxtda rəsmi Tehranın daim dost və qardaş ölkə adlandırdığı Ermənistanla münasibətlərində üzə çıxan önəmli bir məqam nisbətən diqqətdən kənarda qaldı. Halbuki bu, İran rejiminin xarici siyasət kursunun, o cümlədən Cənubi Qafqaz siyasətinin yanlışlığını göstərmək baxımından əlamətdar hadisədir. İranda kütləvi etirazlar vüsət aldığı zaman bir sıra qərb ölkələrində yaşayan İranlılar da etirazçılara dəstək aksiyaları keçirir, rejimə qarşı şüarlar səsləndirirdilər. Regionda isə bu cür aksiyalar yalnız Ermənistanın paytaxtı İrəvanda baş tutdu və davamlı xarakter aldı. Əsasən, şah tərəfdarlarından ibarət olan bir qrup İran vətəndaşı hər gün İranın Ermənistandakı səfirliyinin qarşısına toplaşaraq Tehran hakimiyyətinə etiraz ifadə edir, o cümlədən Xameneiyə ölüm, Pəhləvi qayıdacaq deyə hayqırırdılar. Etirazçıların əllərində İranın ali rəhbərinin təhqiramiz karikaturalarını tutması da diqqətdən yayınmırdı. Bu vəziyyət xüsusən Ermənistan hakimiyyətinin həmin aksiyalara seyirci qalması və onlara qarşı heç bir tədbir görməməsi İran üçün gözlənilməz və sarsıdıcı idi. Üstəlik həmin ərəfədə ölkədəki geniş etirazlara və durumun yetərincə gərgin olmasına baxmayaraq, İran Xarici İşlər Nazirinin müavini Məcid Təxtrəvançinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 7-sində İrəvana səfər etmiş və Ermənistan rəhbərliyi ilə müzakirələr aparmışdı. Həmin müzakirələrdə iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığı vurğulanmış, hərtərəfli strateji tərəfdaşlıq sənədinin hazırlanıb imzalanması zərurəti bir daha qeyd olunmuşdu. İrəvandakı İran səfirliyi qarşısında baş verənlər və Paşinyan hökumətinin davranışı bu bəyanatlara əsla uyğun gəlmirdi. Nəhayət, İranın Ermənistana yeni təyin olunmuş səfiri Xəlil Şirqulaminin, necə deyərlər, əsəbləri dözmədi və o, yanvarın 14-də geniş mətbuat konfransı keçirərək rəsmi İrəvandan ölkəsinin narazılığını açıq şəkildə dilə gətirdi. Səfir diplomatik ritorikanı bir kənara qoyaraq dedi: "Bir qrup insanın hər gün İranın Ermənistandakı səfirliyinin önünə gəlib təhqiramiz ifadələr işlətməsinə imkan yaradılır və onlara yaşıl işıq yandırılır. Artıq 6 gündür ki, onlar saat 18-dən 21-ədək İranın Ermənistandakı səfirliyinin qarşısında toplaşaraq təhqiramiz şüarlar səsləndirirlər və şikayət etməyimizə baxmayaraq, bu proses hələ də davam edir. Şikayətimizi dəfələrlə Ermənistanın müvafiq hakimiyyət orqanlarına təqdim etmişik. Biz ən çətin anlarda Ermənistan hökumətinin yanında olmuşuq. Buna çoxlu nümunələr var. Bugün də biz çətin vəziyyətdəyik. Hazırda İranın Ermənistandakı səfirliyi önündə baş verənlər İran xalqının tarixi yaddaşında qalacaq. Beləliklə, səfir faktiki olaraq Ermənistanı nankörlükdə ittiham edib və İranın rəsmi İrəvanın bu davranışlarını unutmayacağını vurğulayıb. İran diplomatı bununla kifayətlənməyərək əlavə edib: Tehranda belə təsəvvür yaranıb ki, Ermənistan İrana düşmən olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilməkdədir. Bu ağır ittihamlar Ermənistan rəsmilərinin reaksiyasına səbəb olub. İlk növbədə Ermənistanın Daxili İşlər Nazirliyi xüsusi açıqlama yayaraq bəyan edib: İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqulaminin İranın Ermənistan Respublikasındakı səfirliyinin qarşısında keçirilən etirazlarla bağlı keçirdiyi mətbuat konfransında verdiyi açıqlama ilə əlaqədar olaraq bildiririk ki, Ermənistan Respublikası diplomatik münasibətlər haqqında Viyana Konvensiyasının müddəaları, eləcə də digər beynəlxalq və ikitərəfli öhdəliklər çərçivəsində dost İran İslam Respublikasının səfirliyi də daxil olmaqla Ermənistan Respublikasında akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin edir və onların normal fəaliyyəti üçün lazımi şəraitin yaradılmasına zəmanət verir. Eyni zamanda Ermənistan Respublikası demokratik dövlət olaraq öz konstitusiyası, sərbəst toplaşmaq azadlığı haqqında qanun və beynəlxalq öhdəliklər çərçivəsində vətəndaşların dinc toplaşmaq azadlığı hüququnun həyata keçirilməsinə mane olmamağa borcludur. Ardınca Ermənistanın baş naziri Nikol Paşinyan İran səfirinin aşılanmasına cavab olaraq bildirib: 2018-ci ildən bəri Ermənistanda heç bir miting qadağan edilməyib və biz hansısa konkret halda fərqli davrana bilməzdik. Paşinyan vurğulayıb ki, Ermənistan İranlı həmkarlarının açıqlamalarına son dərəcə diqqətlə yanaşır. Bundan əlavə o, Ermənistanın dost və qardaş ölkənin bütün narahatlıqlarını aradan qaldırmaq üçün əlindən gələni etməyə davam edəcəyini bildirib. Əlbəttə, bu mövqe İran tərəfini qane etməyib və diplomatik təmaslar nəticəsində İrəvandakı İran səfirliyinin qarşısında müntəzəm keçirilən aksiyalara hakimiyyətin müəyyən təzyiqləri müşahidə olunub. Belə ki, yanvarın 17-sində səfirliyin önündə toplaşan aksiyaçıların
İrəvandakı Göy məscidə doğru yürüş etmək cəhdinin qarşısı Ermənistan polisi tərəfindən alınıb və yayılan məlumata görə 7 nəfər saxlanılıb. Buna baxmayaraq, İrəvandakı İran səfirliyinin qarşısında etiraz mitinqləri davam edib. Sonuncu belə aksiyanın yanvarın 28-də baş tutduğu barədə görüntülər mövcuddur. Yəni rəsmi Tehranın bütün cəhdlərinə rəğmən Ermənistan hökuməti səfirliyin qarşısında keçirilən aksiyaların qarşısını almayıb. Bu da İrandan müvafiq narazılıq və tənqidlərin səslənməsinə səbəb olub. Belə ki, yarımrəsmi Mehr İnformasiya Agentliyi anti-Azərbaycan və ermənipərəst mövqeyi ilə tanınan politoloq Ehsan Muvahhediyanın bu mövzuda məqaləsini dərc edib. Ermənistan hökumətinə dostcasına məsləhət, İranı incitməyin başlıqlı yazıda deyilir. Yaxşı olar ki, Ermənistan hökuməti İranla münasibətləri gücləndirmək üçün bu əməkdaşlığa xələl gətirən qüvvələrə qarşı ciddi tədbirlər görsün. Əks halda İrəvan əsl dostlarından birini incik salacaq və onu özündən uzaqlaşdıracaq. Maraqlıdır ki, məqalədə Paşinyan hökumətinin öz müxaliflərinə qarşı repressiv addımlarına və bu kontekstdə demokratik dövlət diskursuna istinad etməyin yersiz olduğuna dair açıq işarələr yer alıb. Yazıda bu yanaşmanın davamı kimi aşağıdakı ritorik suallar da səsləndirilib. Ermənistan rəsmiləri bir qrup təxribatçının hər gün İran səfirliyinin qarşısında İslam Respublikasının liderini təhqir etməsinə İran hökumətinin laqeyd qalacağını və ya gülümsəyəcəyini gözləyirlərmi? Əgər hansısa insanlar İrəvandakı Amerika Birləşmiş Ştatları səfirliyinin qarşısında 10 dəqiqə toplaşmaq istəsələr, Ermənistan hökuməti buna icazə verərmi? İran ermənilərinin gündəlik Ali qəzetinin baş redaktoru Aram Şahnazaryan da Ermənistan mediasına açıqlamasında İran səfirliyi qarşısında rəsmi Tehrana qarşı aksiyaların keçirilməsinə icazə verilməsini İrəvanın böyük səhvi adlandırıb. O, maraqlı bir məqamı da vurğulayaraq deyib. Türkiyədəki İran səfirliyinin qarşısında oxşar bir nümayiş keçirməyə çalışdılar, amma buna imkan verilmədi. Gürcüstanda da buna icazə vermədilər. Siz İranın strateji müttəfiqiniz olduğunu iddia edirsiniz. Eyni zamanda həmin ölkənin səfirliyi qarşısında hökumət əleyhinə nümayişlərə icazə verirsiniz. Bunu müsbət qəbul etmək olmaz. Xəlil Şirqulaminin ardınca Aram Şahnazaryan da Tehranın bunu unutmayacağını vurğulayıb. Şübhəsiz İrəvandan incik düşən rəsmi Tehranın Şirqulaminin sözü ilə desək, Ermənistanın bu nankorluğunu və bir növ ona arxadan zərbə vurmasını unutmayacağı onun öz işidir. Əsas sual budur ki, illərdir Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi adlandıran, onun sərhədlərinin toxunulmazlığını özünün qırmızı xətti elan edən və 44 günlük müharibədən sonra Ermənistanın açıq müdafiəsinə qalxaraq Azərbaycana çeşidli təzyiqlər göstərməyə çalışan İran hakimiyyəti ciddi çətinliklə üzləşdiyi bir məqamda qonşu ölkələrdən hansının necə davranmasından nə nəticə çıxaracaq? Əlbəttə, öz mövcudluğunu davam etdirə biləcəksə.